Rövşən Yerfi, HIV qasırğası. Ruhi əsəb dispanserinə yeni təyin olunmuş baş həkim Fərəcli ikinci mərtəbədən həyətdə gəzişən xəstələrə baxırdı. O təyin olunan gün bütün palataları gəzib xəstələrlə tanış olsa da, onların fərdi xüsusiyyətlərini öyrənmək üçün bir qayda olaraq kənardan müşahidəyə xüsusi önəm verirdi. Günəşli havada dincələn xəstələrdən bəziləri gözlərini naməlum nöqtəyə tikib nəyəsə baxırmış kimi görünür. Digəri öz-özünə əl-qol hərəkətləri ilə danışır. Bir qədəri də geniş həyət boyu gəzişirdilər. Ağacların altındakı uzun skamyada oturanların arasında nəzəri balaca balışı yumurlayıb bərk-bərk sinəsinə sıxan arıq, ucaboy cavan oğlana sataşdı. Elə bil qucağında körpə uşaq bələyi tutmuşdu. Təəccübləndi. Xeyli vaxt diqqətini ondan yayındırmadı. Nəhayət, xəstənin oturmaqdan yorulub ayağa duranda dodaqlarını tərpədərək qucağındakı bükülünü nəfəs dərmədən tutub yırğaladığını gördü. Marağından dayana bilməyib baş tibb bacısı Minaranı çağırdı. Minara xanım, skamyanın yanında duran oğlanın adı nə oldu? O qucağında nəysə yırğalayan. Elmarı mı deyirsiniz, doktor? Nə lazımdır? Çox qəribədir. Neçə illik təcrübəmdə adətən qadınları görmüşəm ki, uşaq əvəzinə nəyisə bürməliyib gəzdirər, canlı körpə kimi əzizləyərlər. Beləsini görməmişdim. Görəsən niyə belə edir? Yəqin ki, səbəbsiz deyil. Düzmü deyirəm? Minara acı təəssüflə başını buladı. Doktor Fərəcli, o binəvanın başına gələni Allah heç düşmənimə də qismət eləməsin. Özü bir yana. Hələ ata-anasını görsəniz, ürəyiniz sızlar. Cavan ikən saçları ağarıb, belləri bükülüb. Hər həftə gəlib uzaqdan oğullarına tamaşa edir. Hönkür-hönkür ağlayıb gedirlər. Çünki Elmar onları tanımır. Heç tanımaq da istəmir. Xəstənin düçar olduğu faciənin ağırlığını öncədən hiss edərək qəmlənən həkim gözlərini həyətdən çəkib dinmədən otağına tərəf addımladı. Elmar ailənin tək oğluydu. Ali təhsil almış, ağıllı, boy buxunlu gənc idi. Bütün imkanlı ailələrin tək oğulları kimi qayğısız, həm də ərköyün böyümüşdü. Mümkün qədər istədiyini etməli idi. 4 yaş böyük yeganə bacısı Əsmər çoxdan ərə gedib xaricə köçmüşdü. Evdə az qala hər iş onluq idi. Atası Fərmanın dostu Həşimin isə cəmi bir övladı, Nazənin adlı qızı vardı. Gənc yaşlarından bir-birini tanıyan dostlar arasında elə mehribanlıq yaranmışdı ki, xoş münasibətlərinin davamlı olması üçün uşaqların körpəliyindən hər iki ata qohum olmağı, övladlarının ailə qurmasını arzulayırdılar. Həşim hər dəfə onlara gələndə Elmara kürəkən, Fərman isə Nazəninə gəlinim deyərdi. Amma uşaqlar yeniyetmə yaşına çatanda daha buna bənzər bir söz demədilər. Qorxdular ki, zəmanə uşaqlarıdır. Birdən sözümüz yerə düşər, hörmətsiz olarıq. Böyüyüb özləri sevib seçərlər. İllər keçdi, vaxt yetişdi. Xoşbəxtlikdən istəkləri ürəklərində qalmadı. Uşaqlar bir-birlərini gənc yaşlarından xoşlayıb sevdilər. Təbii ki, məqsədə uyğun hesab edildiyi üçün nicahın bağlanmasında hər iki ailənin təsiri vardı. Bir şirkətdə çalışan, eyni mənfəət mənbəyi olan ailələrin kənarla qohumluğu özlərinə elə də sərfəli görsənmirdi. Günlərin bir günü el adəti ilə toy çalındı. Fərmanla Firuzə, Həşimlə Elnarə arzularına yetişdiklərinə görə toy günü qol götürüb doyunca oynadılar. Öz nəzərlərində dünyanın ən xoşbəxt qudaları oldular. Nazənin Elmarın qoluna girib evə gəlin gəldi. 4 aydan sonra isə mehriban qohumları daha bir şad xəbər, Nazəninin hamiləliyi sevindirdi. Ailənin ilk nübarının, yeni üzvünün, nəvənin yaxın aylarda dünyaya gələcəyini eşidən analar, Firuzə xanımla Elnarə xanım sevinclərini bölüşüb dərhal ləngimədən əsas məsələ sayılan körpənin normal inkişafı və sağlamlığı üçün narahat olmağa qərar aldılar. Bu məqsədlə bir aydan çox uzun sürən müzakirədən sonra Nazənini cavanlıqdan savadlı həkim kimi tanıdıqları, daim özlərini müayinə etdikləri həkimə, Tubu xanımın yanına apardılar. Onları hörmətlə qarşılayan Tubu xanım lazımi prosedurları edib analizlərin cavabını gözləməyə məsləhət gördü. Ancaq həyat heç də həmişə şirin olmurdu. Allah şirini yaradanda acını da unutmamışdı. Bəndəsinin yaradanından nə istədiyini anlamaq,
ayırtlayıb şükür etməsi üçün. Analizlərin cavabını öyrənməkdən ötürü həkimin təyin etdiyi gün Nazənnini qadın məsləhətxanasına tək buraxmayıb, Elmar da ona qoşuldu. Yağan ilıq yaz yağışında islanmaqdan ötürü qadınlarla dolu məsləhətxananın dəhlizində dayanıb, həyat yoldaşını gözləyən Elmar dünyanı unudub, xoşbəxt xəyallara qovuşmuşdu. Keçən dəfə Nazənnini gülər üzlə qarşılayan Tubu xanım nədənsə çox qayğılı görünürdü. Kabinetinə daxil olan gəlinlə dilucu hal-əhvallaşıb, ərini də otağa çağırmağı xahiş etdi. Nazənin dəhlizə qayıdıb, Elmara həkimin dəvətini çatdıranda xəyalları dağıldı. Burada hamısı qadınlardır. Görən neynir məni? Yəqin nəsə əlavə sözü var, düşündü. Utana-utana kabinetə girib, həkimlə salamlaşıb, Nazənninin yanında oturdu. Həkim tibb bacısına və digər həmkarlarına otağı tərk etmələrini rica etdi. Ağ xalatlıların hamısı otaqdan çıxdıqdan sonra, tək qalmış həkim əllərini stolun üzərində çarpazlayaraq, onları diqqətlə süzdü. Özünüz savadlı, müasir gənclərsiz. Bilmirəm bu necə olub. Şəxsən mən sizin analizlərdən belə nəticə alınacağını heç vaxt ağlıma gətirməzdim. Təəssüf ki, neyləmək olar? Reallıq sərt üzünü göstərəndə aciz qalmalı olursan. Bəzən biz həkimlərdən asılı olmayan hallar da baş verir. Deyəcəyi sözün ağırlığından əzab çəkirmiş kimi fasilə verib sözünə davam etdi. Balalarım, sizin hər ikinizi körpəlikdən tanıyıram. Ailələrinizi də bələdəm. Bəs niyə analizlərin cavabı bu cür alınsın? Özüm də məətələm. Bayaqdan səbrini basan Elman dözmədi. Nə olub Tubu xanım? Deyin görək nə baş verib ki, siz belə ümidsiz danışırsınız? Məsələ ondadır ki, necə başa salım? Analizlərdən məlum olur ki, gəlinin qanında mikrob var. Daha doğrusu virus var. Həmin mikrob çoxmu təhlükəlidir? Hazırda gərək ki, əksər mikrobları müalicə etmək olur. Siz hansı dava dərman lazımdır, qiymətindən asılı olmayaraq resept yazın. Necə var, tapıb müalicəsini bir yana çıxararıq. Tubu xanım ağır-ağır başını qaldırıb, biraz da sınayıcı nəzərlə ona baxdı. Burada iş gəlizləşib. Çox təəssüf ki, yoldaşında necə başa salım? Yox, ağır da olsa deməliyəm. Yoldaşında HIV virusu aşkar olunub. Elmar oturduğu yerdən dəli sayaq atılıb özündən çıxdı. Nə danışırsınız? Necə HIV? Ola bilməz. Narahat-narahat həkimə qulaq asan Nazənin də dilləndi. Anlamadım. O nə virusdur elə? Yəni müalicəsi heç cürə mümkün deyil? Elmar? Ani əsəbindən əlləri əsən Elmar, Nazənin haqqında danışılan virusu izah etmək istəsə də bacarmadı. Geniş məlumatım yoxdur. Mən biləni müalicəsi çətin olur. Həkim, axı nədən? Ne üçün belə olsun? Səbəbi nədir? Tubu xanım Elmardan çox həyəcanlanmış gəlini başa salmağa çalışdı. Qızım, bilmirsən HIV nədir? Bütün günü televizor bar-bar bağırır. HIV, yəni el arasında ona spid deyilir. Kökünə lənət olmuşa. Əslində isə spidin başlanğıc formasıdır. Nazənin sanki yuxudan ayıldı. Boğazı qəhərləndi. Yəni mən həmin alçaq xəstəliyə yoluxmuşam? Necə? Kimdən? Hardan əmələ gəldi məndə bu? Deməli tezliklə mən də öləcəm, uşağım da. Nazənin hönkürdü. İşin gözlənilən ürək ağrıdıcı məcraya yaxınlaşması həkimi də həyəcanlandırdı. Ayağa durub toxtatmaq üçün gəlinin saçını tumarladı. Başını iki əli ilə tutub stola dayayan Elmara baxdı. Cavanların halına ürəyi göynədi. Yaxın bələd olduğu ailələrin övladlarında baş verən bu qanqaraçılıq onu da kədərləndirdi. Nə etməli? Gizlədə, ya da yalan danışa bilməzdi. Nə vaxtsa həqiqət üzə çıxacaqdı. İndidən təlaşı düşməyin. Bir də dəqiqləşdirərik. Bəlkə analizlər səhvdir. Varsa da, hələlik ola bilsin uşağa keçməsin. Qalan gedişat normaldır. Daha dəqiqi, uşağın ana bətnində inkişafını deyirəm. Nazənin ağlaya-ağlaya. Mən ölmək istəmirəm. Ağlasığası deyil. Bu andır mənə necə yoluxub? Yoxsa... Nifrətə bənzər acıqla Elmara baxdı. Hansı ki, otağa girməzdən qabaq o baxışlar məhəbbət və sevinclə dolu idi. Allahın işinə bax. Gözlə görünməyən, kimsənin gözləmədiyi sadə bir virus insanı necə bədbəxt edir. Neçə-neçə ailələri dağıdır. Düşünən Tubu xanım səsinin tonunu dəyişdi. Ay qız,
Dayan görüm, özünə əl qatma. Dedim ki, bir də analiz verərsiniz, hər ikiniz. Ya elə burada, ya da istədiyiniz başqa yerdə. Bəlkə təsdiqlənmədi. Bəzən laboratoriyada yanlışlığa yol verilir. Düzgün müayinə edilmir. Ona görə də təzədən analiz verməyiniz məsləhətdir. İndi hələlik bir neçə iynə dərman yazacağam. Yaxşı olardı ki, tezliklə, vaxt itirmədən dəqiq nəticəyə gəlib, nə edəcəyimizi bilək. İndi özünüzü üzməyin. Allaha dua edin. Bu virusu erkən dövrdə üstünə tez düşəriksə, uzun müddətli müalicə ilə zərərsizləşdirmək olur. Ağlınızı başınıza yığıb, körpənizi gözləyin. Sizin gələcəyiniz, xoşbəxtliyiniz ona bağlıdır. Körpənin gələcəyi naminə səbirlə hər əzab-əziyyətə dözün. Bir-birindən xoflanan gənclər otaqdan çıxan kimi Tubu xanım tibb bacılarını çağırıb tapşırıqlarını verdi. Eşidirsiniz qızlar, pasiyentlər arasında HIV daşıyıcılarının sayı gündən günə dayanmadan artır. Ona görə də HIV barəsində son dərəcə ehtiyatlı olun. Nə badə cüzi diqqətsizlik edəsiniz. Bilirəm, işinizdə səliqəlisiniz, ancaq yenə də istifadə etdiyiniz bütün alətləri, əşyaları ciddi şəkildə sterilizə, dezinfeksiya ediniz. Allah eləməsin. Səhlənkarlıqdan kiminsə yoluxmasına biz səbəb olaq. Qadın məsləhətxanasından halsız, qanıqara çıxan Nazənin qolqola gəldikləri yolu indi Elmardan irəlidə, tək başına qaydırdı. Nəinki yanaşı getmək, heç onun üzünü də görmək istəmirdi. Arxasınca suçlu adam kimi addımlayan Elmar nə edəcəyini bilmirdi. Doğrudanmı o təqsirkar idi? Nəyə görə? O cavablar 100% səhvdir, yalandır. Nazənin, dayan, ayaq saxla, qulaq as mənə. Sən məndən nahaq küsürsən, düzgün eləmirsən. Vallah, mən də bu məsələdə tərtəmizəm. Vicdanıma and olsun. Səni sevəndən mən kimsəni xəyalımdan keçirməmişəm. Demək istəyirəm ki, mənlik deyil. Sənlik deyil? Bəs elə isə kimdir günahkar? Bəlkə olmaya demək istəyirsən ki, mən başqası ilə görüşmüşəm. Hə? Nazənin dayanıb, geri dönüb diqqətlə onun gözlərinə baxdı. Əgər belə düşünürsənsə, günahı məndə görürsənsə, deməli sən kişi yox, alçaqsan. Yalnız alçaq kişilər belə qadınla bir evdə yaşayır. Nazənin yenidən hönkürdü. Sözlər Elmara bıçaq təki batsa da, ictimai yerdə olduğundan dişini dişinə sıxıb dözdü. Yox, mən elə demək istəmədim. Mən inanıram ki, analizlərin cavabı səhvdir. Başqa cür olmamalıdır. Yaxşı, küçədə ağlama, ayıbdır. Sil gözünün yaşını. Gedək evə. Evdə nə istəsən mənə deyib ürəyini boşaldarsan. O, yaxınlaşan taksiyə əl etdi. Evdə yeməyi stola düzüb səbirsizliklə övladlarını gözləyən Firuzə qapını açanda gördüyünə təəccüb etdi. Səhər deyə-gülə evdən çıxan oğlu ilə gəlini indi elə bil dalaşıb küsüşmüşdülər. Hələ gəlinin gözləri də qızarmışdı. Ürəyi düşdü. Görəsən körpüyə nə olub? Bunlara nə deyiblər ki, belə gündədilər? Ay bala, geçin içəri. Bu da görkəmdir. Sizə nə olub? Məni başa salın. Olmayan nəvəmdə bir çatışmazlıq var. Dilim ağzım qurusun. Şikəsti, ölüdür, nədir? Hə? Dillənin də. Həkim sizə nə dedi? Elmar boğuq səslə. Yox ayana. Körpədə hələlik heç nə yoxdur. Bunun qanında virus tapılıb. Nazənini göstərdi. O virus hələ məlum deyil kimin taxsırıdır. Nazənin eyni eyhamla cavab verdi. Virus nədir? Mikrob mu? Qadın biraz özünə gəldi. Mən də dedim görəm nə faciə baş verib. İndi havamız, suyumuz, qidalarımız o qədər kimyəviləşib ki, göstər mənə bir qız, sap-sağlam olsun. Buna görə boğuşmusuz? Boş şeydir. Müalicə edilər, ötüb keçər. Gəlin yeməyinizi yiyin. Yox ayana, bu sən deyən mikrobdan deyil. Mikrobun da bəyəm yaxşısı pisi var. Elə yox. Necə deyim? HIV var. HIV. Abala, nə HIV? HIV-miv nədir? Bir açıq danışın görüm. Siz gəlin qaynana adamı dəli edərsiniz. HIV, yəni spid. Elmar özünü saxlaya bilməyib, əsəbindən qapını çırparaq otağına çəkildi. Pətilləri boşalmış qapı narazı adam kimi zarıldadı. Bu hərəkətdən və deyilən sözdən Firuzə diksindi. Eşitdiyi söz onu qaynar su kimi yandırdı. Ondan qorxulu söz varmı? Sadəcə deyilişi adamı vahiməyə salırdı. Ağızlardan eşitdiyi bəla onun evinə, ailəsinə,
Hardan ayaq açmışdı? Olmaya oğlu idi günahkar. Xəbər hamını dilxor etmişdi. Axşam tərəfi Nazənin ata-anası xoşbəxt xəbər eşidib sevinmək məqsədi ilə qohum evinə gəlsə də, keyflərini soğan doğranmışdı. Fərmanla həkim analizlərin nəticəsindən çaşqın qalmışdılar. Onların uşaqlarının əxlaqına gərək ki, söz olmamalıydı. Dillərinə gətirməsələr də hamı Elmara xoflu nəzərlə baxırdı. Ucundan qulağından eşitdiklərinə, bildiklərinə görə adı çəkilən zəhrimar virus əsasən ya narkomanlarla birgə damara iynə vurmaqdan, ya da təsadüfi cinsi əlaqədən adama yoluxur. Yəni, əxlaqsız yola düşmüş qadınlarla əlaqəsi olan kişilərdən öz arvadlarına ötürülürdü. Həkim sonuncunu xüsusi vurğu ilə Fərmana izah etdi. Elmarın narkoman olmaması gün kimi məlum idi. Qalır onda ikinci yol. Qohumlar təxmin etdilər. Kürəkənlərini acılamaq istəsələr də, verilmiş yeni analizin cavabını öyrənənədək dözməyi, hələlik hər şeyi açıb ağartmamağa düşündülər. Amma daha ailələr arasındakı əvvəlki mehribanlıqdan əsər əlamət qalmamışdı. Elnara xanım psixoloji sarsıntı keçirən qızına xüsusi qayğının, yardımın gərək olduğunu dilinə gətirib, elə bu gecədən onu özü ilə aparacağını bəyan etdi. Firuzə qudasını kənara çəkib, niyyətinin yaxşı olmadığını, ayrılığın gənclərə pis təsir edəcəyini bildirsə də, qız anası acığını gizlədə bilməyib israr etdi. Gördüm oğlunun yaxşı təsirini. Mənim balam gül kimi ev uşağıdır. Qız böyütmədim ki, kiminsə düşüncəsiz hərəkətinin qurbanı olsun. Virusa yoluxubsa, özüm aparıb müalicə edəcəm. Qoy oğlun da öz başına çarə qılsın. Görünən dağa nə bələdçi? Faktdır da. Ara yerdə yazıq qızın bədbəxt oldu. Qızımı bunun üçün həyata gətirmişəm məyər? Elnarənin sözlərindən kədərlənən Firuzə kövrəldi. Bəsdir, ay Elnarə. Cavanlara ürək dirək verməkdənsə, başlamısan könül qırmağa. Bəlkə səhv diaqnozdur. Mən həkimə zəng vurub danışdım. Deyir, üstünə tez düşsəz, müalicəsi mümkündür. Olsun mümkündür. Oğlunu müalicə etdir. Mən qızımın qayğısında qalaram. Dur ay qız, paltarlarını yığışdır, gedir evimizə. Elnarə xanım, hövsələli olun. İmkan verin uşaqlar özlərinə gəlsinlər. Belə etməyin. Fərmanın etirazı da fayda vermədi. Həkim arvadının sözlərini təsdiqləməklə kifayətləndi. Qızım, anan düz deyir. Hazırlaş gedək. Burada qalmağa dəyməz. Nazənni özləri ilə aparan hirsli qudaların arxasınca qapı çırpıldı. Evdə hamı qəm dəryasına batmışdı. Fərmanla Firuzə otaqlarına çəkilmişdilər. Saatlarla yatağında üzü qoylu uzanan Elmar kimsə ilə danışmaq istəmirdi. Ata-anası oğullarının əxlaqsız qadınlarla əlaqəsinə inanmasalar da, bəlkə cavandı. Şeytan təsadüfən nə vaxtsa yoldan çıxarıb, düşünərək, tərəddüd içində qovrulurdular. Körpəyə gəldikdə isə, onun üçün Allaha dua etməkdən savayı yol görmürdülər. Elmar saatlarla, günlərlə fikirləşsə də, bir tam fikrə gələ bilmirdi. O gəzəyən qadınları nə olduğu restoran və barlarda, nə əskərlikdə, nə də tələbəlikdə elə də çox xoşlamamışdı. Barmaqla saylası bəzi macəraları da əsasən tanıdığı qadınlarla olub. İl yarımdan çoxdur. Yəni Nazəninlə nişanlanandan sonra olan keçmiş qadın tanışları ilə bütün əlaqələrini kəsib, hamıya evli olduğunu bildirmişdi. Saf məhəbbətlə sevdiyi Nazəninlə yanaşı kimsəni düşünməyi hətta özünə yaraşdırmazdı. Nazənin şəhərin başqa tərəfində sərbəst, ərköyün böyüsə də, uşaqlıqdan bir-birlərinə qonaq gəlib getdiklərindən bəri onun haqqında pis heç nə eşitməmişdi. Toy gecəsi də onun ismətinə, saflığına əmin olmuşdu. Qadın bəzən şeytanın yerdəki nümayəndəsi hesab edilsə də, Nazəninin gizli məhəbbəti, aşiqi olmasına inanmırdı. Əksinə, belə fikirləşəndə hər dəfə özünü günah sahibi sanıb qınıyırdı. Bəs onda lənətə gəlmiş virus hardan, nədən əmələ gəlib? Yoxsa bərbərdə, ya həkimdə ehtiyatsızlıq üzündən yoluxub? Nə qədər fikirləşsə də şübhələndiyi hansısa məqamı xatırlaya bilmədi. Ola bilsin həkim deyən sayaq analizin cavabı kimisə nəticəsi ilə səhv düşüb. Virusun onlara dəxli yoxdur. Xatirinə 2-3 ay əvvəl işdən qonşu əyalətə göndərildiyi ezamiyyət düşdü. İş gününün sonunda içdiyi içki başını dumanlandırmışdı. Deyəsən restoranda bir qadına ilişib, qaldığı otağa aparmışdı. Sərxoş olduğundan onunla yaxınlıq edib etməməsi də dəqiq yadında deyil.
Ayılan Annan həmin hadisəni yaddaşından silmişdi ki, Nazənin üzünə baxanda utanmasın. Gəl ki, gör neçə ay keçib. Yəni bu idibar ilişib o vaxtdan qalıb. Bir gecə yuxuda onu qovurdular. Qova-qova dumanlığa saldılar. Səs-küydən, tüstü dumanından ətraf bara bənziyirdi. Nəfəsini çətinləşdirən boğanağın içində sifətləri tanış gələn bir-birindən sarmaşmış bir qızla oğlanı gördü. Onlar kimsəyə fikir vermədən ehtirasla öpüşürdülər. Dəhşətdən ürək ağrıdı. Qız Nazənin, oğlan da əvvəllər onu sevmiş, keçmiş məhəllə uşağı idi. İstədi Nazəninə qışqırsın ki, bəs and içirdin ki, onu heç vaxt sevməmsən, görüşməmsən, yalancı. Səsi çıxmadı. Qantər içində ayıldı. Gördüyü yuxunun mənası nə idi? Niyə gördü belə yuxunu? Doğrudanmı Nazəninin həmin oğlanla gizli əlaqəsi davam edir? Hərdən söz düşəndə ondansa kör pişik yaxşıdır, deyə lağ edib gülərdi. Aldatmırdı mı onu görəsən? Belə yuxulardan sonra saatlarla əsəbləri pozulur. Siqaret çəkməyə ara vermirdi. Nazənin anasının təkidi ilə evlərinə getsə də, səhər axşam Elmar gözünün qarşısından çəkilmirdi. Gah ötən yaxşı günlərini, Elmarla keçirdikləri xoş anları xatırlayıb darıxır, gah da aşkar olunan virusun səbəbkarını tapmağa çalışıb əsəbindən dəli olmaq dərəcəsinə çatırdı. Qəlbində inanmağa gəlmirdi ki, Elmar ona xəyanət etsin. Ola bilməzdi. Qədərincə sevgi, mehribanlıq olan yerdə o necə xəyanət edə bilərdi? Bəs mən vurmadım, sən yıxılmadın. Virus hardan gəlib çıxdı? Ümidini analizlərin təkrar yoxlanmasına bağlamışdı. Gözlənilən müddət keçdi. Analizlərin növbəti cavabı ailəni yenidən şok vəziyyətinə saldı. Bu dəfə dəqiqliklə virusun Nazəninin qanında olması təsdiqlənmişdi. Elmarın qanı isə təmiz çıxmışdı. İstər-istəməz ötən dəfəki mülahizələr münasibətləri dəyişmişdi. Nəticələrdən xəbər tutan Firuzə indi telefonda Elnariyə acıq verirdi. Budur sənin gül kimi ev uşağın? Hə, inandır məni ki, qızım mələkdir. Nahaq yerə oğluma şər atırdın. Yazıq balam, ömrü zay oldu. Elmar telefonu qapıyıb anasına etiraz etdi. Ana, bəsdir, gərək deyil, elə demə. Ayıbdır adımıza, eşidən olar. Ay bala, görmədin əvvəlcə onlar bizə nə sifət göstərdilər? Yanıram axı. Həkimin otağında xəbərin acılığından büzüşmüş Nazənin göz yaşlarını saxlaya bilmirdi. O neçə gün idi, Allaha dua edirdi ki, diaqnozun səhv olduğu bilinəydi. Nə Elmarda, nə də özündə HIV-in olmasını istəmirdi. Yaşadığı keçmiş xoşbəxt günlərinə qayıtmaq istəyirdi. Qızım, Tubu xanım yaxınlaşıb onu qucaqladı. Özünü əl al. Olan olub, keçən keçib. Yenə şükür ki, hələlik uşaq sağlamdır. Körpəni düşün. Vaxtlı-vaxtında müalicəni al. Virus daşıyıcısı olmaq həyatının sonuclanması demək deyildi. Bəlkə Allahın köməyi ilə özün də bəladan qurtarasan. İnam lazımdır, inam. Yazıya pozu yoxdur. Alnımıza yazılanı yaşamalıyıq. Həkim toxtaqlıq verəndən sonra Nazəninlə üzbəüz əyləşib, nə isə öyrənmək istəyirmiş kimi, nəzərlərini onun gözlərinin dərinliklərinə dikdi. Qızım, qulaq as, mən həkiməm. Bəzən elə olur ki, insan sağlamlığı ilə bağlı anasına, yoldaşına demədiyi sirri həkiminə deməli olur. Həmin sir həkimlə xəstə arasında qalır. Başqa kimsə bilmir. Bax, bu günə qədər fikirləşirdik ki, yəqin günahkar Elmardır. Daha elmarlıq bir iş yoxdur. Düzünü de. Nə vaxtsa. Kimləsə nigahdan kənar görüşün, isti münasibətin olubmu? Nə danışırsınız? Heç vaxt. Nazənin kəskinliklə dilləndi. Əgər inanmırsınızsa, and içə bilərəm. Allah mənə qənim olsun. Yoldaşından savayı qeyrisini könlümdən keçirmişəmsə. Lazım deyil, inanıram. Bəs onda səndəki virusun mənbəyi kim olub? Fikirləş. Ötən yaxın aylarda bizim məsləhətxanadan savayı hansı həkimdə, gözəllik salonunda, ümumiyyətlə, hardasa qanla bağlı nə olubsa, fikirləş, xatırla. Dəqiq olmasa belə, təqribi mənbənin yerini müəyyən edək. Yoxsa yoluxmanın qarşısını ala bilmərik. Təsəvvür et, sənin kimi neçələri özləri də bilmədən, istəmədən HIV bataqlığına düşürlər. Əgər bicanə qalarıqsa, onda bir-bir, zəncirvari ötürlə-ötürlə, hamı yoluxub bu bəlanın daşıyıcısına çevrilə bilər. Oldu qızım.
Hökmən mənimlə əlaqə saxla. Təcili müalicəni də artımla. Körpə doğulana dək davam etdir. Gözlərinin yaşını silib həkimin otağından çıxan Nazənin evlərinə qayıtmağa gəlmirdi. Elmarı görmək istəyirdi. Darıxmışdı Elmar üçün. Yanıldığı üçün ondan üzr istəmək, danışıb ürəyini boşaltmaq istəyirdi. Necə getsin Elmargilə? Hansı üzlə? Anası qabağına qatıb aparandan günü Elmarı yamanlamaqla keçirdi. İndi kimi pisləsin. Yəqin eşidən bilən onu pis gözlə baxacaq. Onu görəndə üzlərini yan tutub qaçacaqlar. İyrənəcəklər. Kimlərsə əxlaqsız hesab edəcək. Neynəsin? Bir hamıya and etsin ki, ömründə ərinə xəyanət etməyib. Nigahdan nə əvvəl, nə də sonra özgə kimləsə yaxınlıq etməyib. İlahi, bu nə zülmdür mənə verirsən? Düşündü. Nə etsin? Bütün bu əzablardan, alçalmalardan canını qurtarmaq üçün özünü öldürsünmü? Bəs balası? Həkim ümid verirdi ki, balası dünyaya sağlam gələcək. Tubu xanım düz deyirdi. Virusa çox güman ki, gözəllik salonunda yoluxub. Son aylar ümumiyyətlə həkimə yolu düşməmişdi. Əksinə, bekarçılıqdan 2 gündən bir vaxtını müxtəlif gözəllik salonlarında keçirirdi. Hər dəfə ayrı cür saç düzümü etdirirdi. Ayaq dırnaqları, əl dırnaqları, qaşları, kiprikləri, saysız hesabsız makiyajlar, tatuajlar. Qadın ki qadın. Bir-birlərinin bəhsinə ağıllarına gələni edirdilər. Müştərilərin arasında nə sayaq istəsən, qadın tapa bilərdin. Qara dinməzi, çox danışanı, biliklisi, ağıldan zəifi, evdar qadınından başlamış vəzifəlisi və nəhayət növbənöv paryadaçını gəzəyənlərədək. Axır vaxtlar bir neçə dəfə belə gəzəyənlərdən biri ilə növbədə dalqabaq düşmüşdülər. O oturan stolda əyləşməli olmuşdu. Aktrisadan betər açıq-saçıq geyinmiş həmin gözəlcə dodaqlarına silikon qoydurmuşdu. İşçilərin zəhmət haqqını artıqlaması ilə ödədiyindən başına pərvanə kimi fırlanıb onu qapıya qədər yola salırdılar. Maraq güc gəldiyindən bir dəfə xidmətindən istifadə etdiyi kosmetolog xanımdan soruşdu. Demək siz məndən əvvəlki müştəriniz kimdir? Aktrisadır. Yox ay qız, nə danışırsınız? Aktrisada az-çox həya olur. Görmürsən nə gündədir? Nəyi var çöldədir? Bar gözəlçəsidir. Az qala hər gün gəlir. Bəzənib düzənir ki, müştərisi çox olsun. Əli pulla oynayır. İstedaddır zalımın qızı. Bacarır başı boş, cibi dolu kişiləri tapıb cənginə keçirməyi. Zəmanə belələrinin üzünə gülsə də, gec-tez Allah bəlalarını yetirir. O zaman ağlına gəlməmişdi ki, ustadan hansı bəladan danışdığını soruşsun. Olmaya spidi nəzərdə tuturdu. Heç bir dəfə də olsun ustadan istifadə etdiyi alətlərin təmizliyini, sterilizəsini soruşmamışdı. Nə də tələb etməmişdi. Sıxılmışdı, eybi gəlmişdi nəsə deməyə. Əgər orada yoluxubsa, indi hardan bilsin ki, kimdən yoluxub? Həmin gözəlçədənmi? Yoxsa hər hansı ərli qadından? Bəyəm ərlilərin yoldaşlarının hamısı sədaqətli mi olur? Kimdən yoluxması həkimə gərək etsə də, onun üçün artıq mənası yox idi. Onu hamıdan çox yalnız Elmar düşündürürdü. Necə barışsın? Barışacaqmı? Ona günahsızlığını necə sübut eləsin? İnanacaqmı? Elmar baş verənlərdən ağlını itirmək dərəcəsinə çatmışdı. Analizlərin nəticəsini biləndə əvvəlcə özünə virusun olmamasına sevinsə də, Nazənində tapılmasında hədsiz kədərlənmişdi. Kəş bu xəstəlik onda tapılı idi. O kişi idi. Kişinin ləkələnməsi qadına baş aşağılıq gətirmirdi. Lakin qadınını həmişə təmiz, saf görmək istəyən kişiyə onun ləkəli hesab edilməsi utanc gətirən faciə idi. İndi bilsələr cəmaatın ağzını yığmaq mı olar? Belə çıxır ki, Nazənin nə vaxtsa, bəlkə də hamiləliyə görə özünü qoruduğu son bir ayda ona xəyanət edib. Və o da bilmədən sadilifcəsinə əxlaqsız qadına ərlik edib. Düşündükcə dəhşətdən ürəyi partlayırdı. Nə eləyəcəyini bilmirdi. Bundan sonra kişi adı ilə yaşamağa layiq idimi? Dərdini unutmaq, fikrini yayındırmaq üçün axşamlar içdiyi şərab, vasiləsiz çəkdiyi siqaretlər də faydasız idi. Gündüzlər başını işə qatsa da, işdən sonra əyləncə axtarmalı olurdu. Əvvəllər kənar gəzdiyi içki dostları indi gərəyi, zərurət olmuşdu. Evlilikdən qabaq bir vaxtlar məhəllədən,
Məktəbdən tanıdığı imkanlı ailələrdən olan bu uşaqlara qoşulub gecələri barlarda, restoranlarda keçirər. Müxtəlif əyləncələrlə, Canalar adlandırdığı yüngül əxlaqlı qadınlarla həyatdan zövq almağa çalışırdı. Güman edirdi ki, ən gözəl həyat budur. Bir gün hardansa yaranmış daxilindəki his onu içində yaşadığı mühitdən iyrəndirdi. Nə qədər səy etsə də, həssas olduğu insanlara, xüsusən intim münasibət zəminində qadınlara qarşı riyakar ola bilmədi. Yalançı sevgilərə nifrət etdi. Əsl sevmək istədi. Təşnə ilə Nazənnini sevdi. Elə sevdi ki, sevginin möhtəşəmliyini duymayan, günlərini kif məclislərində keçirən, ətrafındakı qəlbən tənhalara yazığı gəldi. Heç demə, onların saysız hesabsız pulları, imkanları varsa da, qəlbləri tamam boş imiş. Dünyanın ən böyük zövqünü, qarşılıqlı sevgini qazana bilməyən bu bədbəxt adamlar, mənəvi kasıblıqlarını maddi zənginliklə əvəzləyib özlərini, hamını inandırmaq istəyirdilər ki, güya onlar həyat sevər və dünyaya kef çəkmək üçün gəlmiş ən xoşbəxt insanlardır. Öz yalanlarının mənasızlığını anlayanda isə, vicdanlarını susturmaqdan ötürü alkoqoldan, narkotikadan istifadə edərək könüllü yoxluğa, fiziki məhvə doğru sürüklənirdilər. Uzaqdan cəlbedici, əsrarəngiz görünən bu girdabdan onu Nazənninin sevgisi qurtardı. Sevgisi xatirinə bütün məclislərdən imtina edib, əyləncə dostlarından tədricən uzaqlaşdı. İndi yenə qəlbini üzən tənhalıq onu bir daha keçmiş dostlarını axtarmağa, onların yığıncaqlarında fəallaşmağa vadar edirdi. Tüfeyli həyat tərzi günbəgün qoynunu açıb, ağlını alırdı. Nazənin onu atıb gedəndən əli işdən soyumuşdu. Çox vaxt evdən iş adı ilə çıxıb gününü barlarda keçirirdi. Demək olar ki, hər gün evə gecə gəlirdi. Anasının, atasının iradlarına, nəsihətlərinə də əhəmiyyət vermirdi. Daha onun üçün yaşamağın ləzzəti itmişdi. Hətta bir dəfə intihar etmək istədi. Bir başqa vaxt Nazənnini öldürməyi düşündü. Ancaq körpəsi yadına düşəndə hər iki fikrindən daşındı. Həkimin sözlərini xatırladı. Uşaq sağlam doğula bilər. Körpəsi olan kimi mütləq alacaqdı onlardan. Onsuz da virus taleyə dönmüş Nazənnə çox yaşamağa imkan verməyəcəkdi. Kök atıb spitə çevriləcəkdi. Uşağını yaşatmaq, böyütmək xatirinə isə o necə var yaşamalıydı. Ürəyi qüssədən sıxılan Nazənin Elmarla bağlı düşüncələrini dözməyib anası ilə bölüşdü. Anası razı olmadı. Xeyri yoxdur. Elmar sənə inanmayacaq. Bəhanə uydurduğunu söyləyəcək. Boş yerə özünü aldadıb gözdən salma. Allah qoysa, körpən olar, sağalarsan. Onda özü yalvara-yalvara gələcək ayağına. Ağıllı ol, sadəlif olma. Günlər keçdikcə Elmar demək olar ki, barların daimi sakininə dönürdü. Düzənli itirmiş həyatının bərpasına ata-anasının da gücü çatmırdı. Hər axşam Fərmanın danlağının, Firuzənin yalvarışlarının təsiri olmurdu. Atasının onu olanları unutmaq, əhvalını dəyişmək üçün xaricə gəzməyə göndərmək istəməsi də fayda vermədi. Həyat gözündən düşdüyündən hər şeydən imtina edirdi. Bununla belə, o bardakı dostları ilə söhbətləşərkən canfəşanlıqla hamıya spitdən qorunmağa məsləhət görürdü. Hər dəfə qoruyucu vasitələri yada salıb, onlardan istifadəyə həvəsləndirirdi. Təkidlə, dönə-dönə ehtiyatlı olmağa tapşırırdı. Bəziləri Elmarın antispit təbliğatına heyrət edir və gülürdülər. Xeyir ola, sən nə yaman qorxursan spitdən? Qorxma, qorxan gözə çöp düşər. Biz hal əhliyik, ölümdən qorxmuruq. Onsuz da əvvəl-axır öləcəyik. Ya zəlzələdən, ya vəlvələdən, ya spitdən, ya elə belədən. Yox, o həyatdan küssə də hələ ölməyə tələsmirdi. 2 ay ərzində Elmar tanınmaz halda dəyişmişdi. Şax qaməti əyilmiş, arıqlamış, yaşlaşmış, saçlarına dən düşmüşdü. Müntəzəm olaraq alkoqoldan, bəzənsə narkotikadan da istifadə etdiyindən iş yerini də itirmişdi. Hamıdan qaçıb gizlənən, bardan savayı heç yerə getməyən, əsəbi, qaradinməz Elmarın evdə dili acılaşmışdı. Onun nəzərində bədbəxtliyinin əsas səbəbkarları valideynlər idilər. Çünki Nazənnini sevməyi, ailə qurmağı onlar lazım bilib xeyir dua vermişdilər. Qoymamışdılar öz ağlı ilə düşünsün, sərbəst qərar çıxarsın. Heç olmasa indi qoyun istədiyim kimi yaşayım.
Gərəksiz məsləhətlərinizlə axırıma mı çıxmaq istəyirsiniz? Dostlanış arasında dərdlərini kimsəyə danışmağa çəkinən Fərmanla Firuzə, Elmarın mühakiməsi qarşısında nə edəcəklərini bilmirdilər. Ay oğul, bəsdir daha. Bizə yazdığın gəlsin. Özünü göz görə uçuruma aparma. Firuzə yalvarırdı. Anasının apardığı təbliğata baxmayaraq, Nazənin keçən 2 ay boyu bir gündə olsun Elmarı unutmamışdı. Qərara gəlmişdi ki, necə var, imkan tapıb onunla görüşməlidir. Elmarı gözləmədən özü onun görüşünə dəvət edəcəkdi. Haqsız olduğuna görə üzr istəyib, özünün müalicəsindən, körpəsinin vəziyyətindən danışacaqdı. Ona kömək etməyi, atmamağı yalvaracaqdı. Göydəki Allahın şahidliyinə and içəcəkdi ki, ailəsinə heç vaxt xəyanət etməyib. Bir axşam Həşimlə Elnarənin yaxın qohumlardan birinin toyuna hazırlaşdığını görən Nazənin hədsiz sevindi. Evdə tək qaldığından Elmarla görüşməyə yaxşı fürsət yaranmışdı. Onlar evdən çıxan kimi ürəyi əsə-əsə Elmarın mobil telefonunun nömrəsini yığdı. İlk dəfə görüşəndə də ürəyi belə döyünüb dili dolaşmışdı. O vaxtdan onu sevdiyini anlamışdı. Alo, salam. Elmar bar yoldaşları ilə içki dostlarının birinin evində ad gününü qeyd edirdilər. Yarımqaranlıq otaqda musiqi, səs-küy, çəkilən siqarların tüstüsü, qızların gülüşü bir-birinə qarışmışdı. Otaq kiçik barı xatırladırdı. İçkidən əvvəlki ləzzəti almayan Elmar onu nəşə ilə əvəzləməyə başlamışdı. Azacıq hallı olduğundan zəng edənin kimliyini təyin edə bilmədi. Yəqin mamadır, fikirləşdi. Yenə beynimi xarab edəcək. Alo, Həri, eşidirəm, nə istəyirsən? Elmar, mənəm, Nazənindir. Çoxdan eşitmədiyi sevdiyi qadının səsindən canına xoş duyğular yayıldı. Boğazı qurudu, udqundu, bir anlığa özünü itirdi. Bəli. Hardasan, nə səs-küydü? Səni çətinliklə eşidirəm. Xeyir ola məni axtarırsan. Nə lazımdır? Mənə qulaq as, səninlə görüşmək istəyirəm. Gəl bizə söhbət edək, evdə təkəm. Atam gel toya gedib. Ürəyim doludur, sənə sözüm var. Ehtiyacın nədəndir ki, indi yadına düşmüşəm? İncitməyə haqqım var. Nə istəyirsən de. Amma xahiş edirəm. Gəl, gözləyəcəm. Nazəninin yalvarışlı səsi kinini yumşatdı. Yaxşı, gələrəm. Sözü var. Elmar istehza ilə düşündü. Nə söz olacaq? Xəyanətini etiraf edəcək? Daha xeyri yoxdur. Ya da inandırmağa çalışacaq ki, göyə göydən enmiş mələkdir, günahsızdır. Keçməz fənd işlətməyin. Həqiqəti nə vaxta dək gizləyəcəksən? Nazənin Elmarın gəlirəm deməsindən sevinç içində idi. Günlərlə üzünə həsrət qaldığı sevgilisi ilə görüşəcəkdi. Görkəminə əl gəzdirmək üçün güzgüyə yaxınlaşdı. Axır vaxtlar hər dəfə güzgüyə baxanda fikirləşdiyi sözləri yadına düşdü. Mən kimə lazımam? Əzraildən başqa. Yox, o yenə sevəcəkdi, seviləcəkdi. Əvvəl özünü bəzədi. Kosmetikadan üz-gözünə vurub ətirləndi. Xoşladığı paltarını giyindi. Sonra çay hazırlayıb stolun üstünə şirniyyat, meyvə qoydu. Gözləri qapıda qalmışdı. Toylarından qabaq Elmar hər gün onu bu qapıya qədər ötürərdi. Sonra həsrətli baxışlarla ayrılardılar. Axşam hava qaralanda qapının zəngi çalındı. Həyəcanlı Nazənin qapını açanda yad adam görürmüş kimi heyrətləndi. Gözlərinə baxmasaydı, tanımayacaqdı. 2 ayın içində Elmar arıqlamış, yaşlaşmışdı. Baxışları da dəyişmişdi. Küskünləşmiş, laqeydləşmişdi. Həmişə sevgi gördüyü gözlərdə indi kin gizlənmişdi. Bir anlığa çaşqınlıq keçirib geri çəkildi. Gəl, deyə içəri dəvət etdi. Dinməzcə mətbəxə keçib, qonağına çay gətirib, stol arxasında üzbəüz qarşısında əyləşdi. Onun sısqınlığını görüb bilmirdi nədən başlasın. Elmarın yuxulu, yorğun görünən gözlərinə baxarkən ötən xoşbəxt günlərini xatırladı. Həmişə onunla parka gedərkən oynayıb şənlənən uşaqlara baxar, gələcəkdə onların da uşaqları ilə keçirəcəkləri saatların xəyallarını qurardı. Söhbətlərində körpənin qız ya oğlan olması barədə mübahisə edərdilər. Elmarın öz kürəyi onu xəyalından ayırdı. İnsan 2 aya nə günə düşərmiş, düşündü. Yazdığı mən belə hala salmışam. Mənəm günahkar.
Gərək vaxtında anama qulaq asmayaydım. Məni şəkil çəkdirməyə çağırmısan? Uzun sükutdan sonra Elmarın xırıltılı səsi Nazənni diksindirdi. Elmar özündən çox əyyaşa, narkoman oxşayırdı. De, de görək vacib sözün nədir? Sifətimə baxmaq istəyirdin? Hə, darıxırdım sənin üçün. Neçə vaxt ürəyimdə gəzdirdiklərimi səninlə bölüşmək istəyirəm. Vallah, mən bilmirəm bu bəla mənə hardan rast gəldi. Bağışla. Əvvəlcə haqsız yerə səni günahkar sayırdım. Bilmirəm. Allahın işidir. Bəndənin əməlidir. Yoxsa o vaxtki xoşbəxtliyimizə dəyən nəzərdir. Qısa elə, nağıl danışma. Elmar qulaq asdıqca əsəbləşir, hövsələsi çatmırdı. Mıs-mıs deyincə, Mustafanı de. Şübhəsiz sən elə bilirsən ki, mən sənə gizlən xəyanət etmişəm. Allahıma and içirəm ki, düşündüyün kimi deyil. Bəs necədir? Hava ilə yoluxmusan? Andla başımı qatma. Birdən məlakə olarsan, xəbərim olmaz. Sözümə axıracan qulaq as. İmkan ver deyim. Həkimin dediklərini çox götür-qoy etmişəm. Onun sözlərində həqiqət var. Yoluxma təkcə cinsi yolla baş vermiş. Yadındadır. Doyumuzdan sonraki ilk aylarda həmişə şikayətlənirdin ki, nə qədər qadın salonuna getmək olar. Bəsdir makiyaj, tatuaj etdirdin. Günün elə gözəllik salonlarında keçir. Ora hər cür qadın gəlirdi. Mənə qulluq edən ustanın daimi müştərilərindən biri ilə bir neçə dəfə günün eyni vaxtında rastlaşmışdım. Deyirdilər, bar gözəlçəsidir. Nə bar, nə gözəlçə. Sən bar hardan tanıyırsan? Demək, sən də ona qoşulub bara getmişsən. Günlərlə, aylarla içərisi qəzəbdən paxır bağlanmış Elmar partlamağa fürsət tapmışdı. Qışqırmaq, Nazənni acılamaqla ağlatmaq. Ötən müddət ərzində çəkdiyi hirsini boşaltmaq istəyirdi. Mən bara getməmişəm. Barda işləyən qadın gəlirdi ora. Deyilənə görə, orada əsas məşğuliyyəti fahişəli yemiş. Bəlkə də virus həmin bar qızı üçün işlədilən əşyadan, alətdən mənə yoluxub. Elmar dinləmək istəməyərək əlini stola çırpıb ayağa durdu. Yenə başladın nağıl danışmağa. Sənin bar qızı ilə nə işin vardı? Əsəbindən otaqda vargəl edən Elmarın gözünün qarşısında hər gün gördüyü bar canlandı. Gecə kəpənəkləri olan yarıçılpaq qızlar bu dəfə Nazənin sayaq bəzənib rənglənmişdilər. Eyni ağacın meyvəsi də ki, bir-birinə bənziyirdilər. Sən ya məni başa düşmürsən, ya da başa düşmək istəmirsən. Aldatma məni. Qadın salonunu bəhanə eləmə. Etiraf et ki, onlarla xəlvəti yoldaşlıq etmisən. Gündə neçə kişini razı salırdın. Boynunu al. Hikkəsindən partlayan Elmar nə danışdığını fərqinə varmırdı. Bəsdir ağlına gələni danışdın. Mən səninlə insan kimi söhbət etmək istədim. Təhqir etmək üçün çağırmamışam. Nazənin onu evə dəvət etməsinə görə ürəyində özünü qınadı. İnanmazdı ki, Elmarda ona qarşı belə böyük nifrət yaransın. İndi ki, məni başa düşmək istəmirsən, rədd ol gəldiyin yerə. Sənsən bardakı gəzintilərin tayı. Qəzəblənmiş Elmar Nazənni cəzalandırmaq qərarına gəldi. Arvadı belə dikbaş və səllimi qoymaq olmazdı. Əvvəl-axır ona öz yerini göstərməli idi. Belə oldu. Sənə qandıraram kim hansı yuvanın qışıdır. Əxlaqsızın biri. Səni gərək çoxdan öldürəydim. Əlini təsadüfən gördüyü stolun üstündəki meyvə qabına qoyulmuş bıçaq atdı. Nazənin Elmarın gözlərindəki qəzəbdən niyyətini başa düşüb, qorxudan gözləri bərəldi. Qışqırıb bayıldı. Ağlı başından çıxmış Elmar oturduğu yerdən üzü üstə döşəməyə yıxılmış Nazənnə bıçaqla bir neçə zərbə vurdu. Zərbələrdən sonra Nazənnin tərpənmədiyini görüb sakitləşdi. Bıçağı əlindən buraxıb, oturacaqda oturub siqaretindən birini yandırdı. Görən o düzmü etdi? Fikirləşdi. Əlbəttə, kişi olan kəs xəyanəti hökmən cəzalandırmalıydı. Bağışlaya bilməzdi. Siqaretin kötüyünü atıb ayağa durub getmək istəyəndə gözü döşəmədə, Nazənin bərabərində qan gölməçəsinə sataşdı. Qanı görcək, etdiyi faciənin dəhşətini duydu. Həyəcandan bədən əsdi. Elə bil başına qaynar su töküldü. Demək o sevdiyi qadını sözün əsl mənasında öldürmüşdü. Bəs uşaq? Axı onların uşağı olacaqdı. Onun günahı nə idi? Dünyaya gəlməmiş balasını anasının bətnində məhv etmişdi. Bir yox, 2 adamın həyatını qırmışdı. İlahi, o necə qəddar,
Alçaq insanmış. Dizlərini yerə atıb için-için ağladı. Bıçağı yerdən götürüb özünü də vurmaq istədi. Bacarmadı. Bayaqçı qüvvəsi qalmamışdı. Bacarsaydı, xeyri nə olacaqdı? Nazənin sağ qalacaqdımı? Birdən düşündü ki, həkimə vaxtında aparılsa, bəlkə də ümid yeri var. Qan gölməçəsi isə saniyələr keçdikcə yavaş-yavaş böyüyürdü. Vaxt itirmək olmazdı. Təcili həkim çağırıb qanın axmasının qarşısı alınmalıydı. Təcili yardım gələni gec olacaqdı. Kömək üçün qonşuları yalvarmaq lazım idi. O mənzilin qapısını açıq saxlayıb, qonşu qapıları döyüb fəryad etdi. Həkim lazımdır. Həkim, yaralı var. Kömək edin. Qapılar açılmağa başlayanda, daxilində yaranmış səksəkədən adamlarla qarşılaşmağa qorxub, pilləkənləri sürətlə enərək küçəyə qaçdı. Səsə gəlmiş qonşular döşəmədə qana bulanmış Nazənnini tərpənməz görəndə, gördüklərindən sarsıldılar. Kimsə cəsədə yanaşmağa cürət etmədi. Özlərini itirməyən qonşular tez polisə, təcili yardıma, həm də valideynlərinə zəng eləyib xəbər verdilər. Hamıdan əvvəl polis maşını gəldi. Polislər mənzilə daxil olmaqları ilə təhqiqata başladılar. Otaqlarda səliqə-səhman öz qaydasında idi. Hadisə qarət deyil, şəxsi zəmində baş vermişdi. Qənaətinə gələn müstəntiq dərhal cinayətkar barəsində məlumat üçün qonşuları sorğu-suala tutdu. Onlar üzünü görmədikləri bir nəfərin əvvəlcə qapıları döyüb kömək istəməsini, sonra isə qaçıb yox olmasından danışırdılar. Təcili yardımda gələn həkim Nazənninin hadisə baş verən zaman keçindiyini müəyyən etdi. Həyata qayıdışı artıq mümkün değildi. Qızının bıçaqlandığını eşidib toydan yarımçıq qayıdan Həşimlə Elnarə Nazənninin cəsədini qan içində görəndə faciədən sarsılıb elə şivən qopardılar ki, az qala divarlar titrədi. Ana qızının cəsədini qucaqlayıb hönkür-hönkür ağladı. Bu yalnız Elmar alçağın işidir. Ürəyində yəqin etmişdi. İndi onu tutub tikəparça etsəydilər də xeyri olmayacaqdı. Sevimli qızının, gözlədiyi nəvəsinin əvəzi daha heç nə ilə ödənməyəcəkdi. O dünyanın ən bədbəxt anası idi. Belə bədbəxtlikdən sonra ömür sürməyə, yaşamağa dəyməzdi. Onun üçün dünyanın axırı gəlmişdi. Faciənin şaxta-təki sazağından ətrafdakılar daxilən donmuşdular. Havalandığını hiss edən Həşim kədərdən boğula-boğula qatili lənətləyirdi. Müstəntiq meyidin ekspertizaya aparılmasını qərar verəndə Elnarəni ondan çətinliklə araladılar. Qızının aparıldığını görən ana vəhşətli baxışlarla "Qızım, mən də səninlə gəlirəm," çığırdı. Qapıda qarşısının alındığını görüb polislərin üstünə qışqırdı. "Buraxın, buraxın, mən də gedim." Həşim gözlərinin yaşını silə-silə ona yalvarırdı. "Sən getmə Elnarə. Sən getsən bu xarabada tək neyniyərəm? Getmə." "Yox, gedəcəm. Mən balamsız qala bilmərəm. Mütləq onunla gedəcəm." Dönüb dəli kimi eyvana tərəf getdi. Onu sakitləşdirmək mümkün olmadı. Arxasınca düşsələr də tutub saxlaya bilmədilər və gördüklərindən sarsıldılar. O ağlını itirdiyindən eyvana çatmağı ilə an içində pəncərəni açıb ikinci mərtəbədən özünü küçəyə atmışdı. Hadisələrin gözlənilməz yön aldığını görən polislər Həşimin də özünü intihar edəcəyindən qorxub nəzarətə götürdülər. Gözləri hədəqəsindən çıxan Həşim hara yedirdi. "Yolumu kəsməyin. Elnarə eyvandan həyətə yıxılıb, əzilib. Təcili yardım çağırın. Tez eləyin. Nəyi gözləyirsiniz? Yol verin." Polislərin əhatəsindən qaçıb küçəyə çıxan Həşim asfalta sərilmiş yoldaşının ağzından, qulaqlarından qan gəldiyini görsə də, sağ qalacağına ümidini itirmək istəmirdi. "Sən niyə belə etdin Elnarə? Həkim gərəkdi. Kömək edin." Ona yetərincə əhəmiyyət verilmədiyini görən Həşim dərddən qol götürüb oynayırdı. Dərd onu havalandırmışdı. "Toy davam edir. Nə durmusunuz? Siz də oynayın. Baxın, biri oynamaqdan bayıldı." Hadisə yerinə gələn həkimlərə arvadının cəsədini göstərdi. Növbəti təcili yardım Həşim apardı. Müəmmalı qətli, qəlb paralayan vəhşiliyi törədən qatili tapmaq üçün təhqiqatı davam etdirən polis işçiləri bütün qonşulardan ifadə alırdılar. Qətllə bağlı hərə bir cür versiya danışırdı. Elmar etdiyi cinayətin ağırlığını dərk edərək durmadan qaçırdı.
Qaranlıq küçələrdə hara qaçırdı, nə qədər qaçacaqdı bilmirdi. Gücü çatdığı qədər qaçmaq, oradan uzaqlaşmaq, insanlarla rastlaşmamaq istəyirdi. Ancaq başa düşürdü ki, nə qədər qaçsaydı da, törətdiyi cinayətdən yaxasını qurtara bilməyəcəkdi. Qan içində gördüyü Nazənin gözünün qabağından getmirdi. Sağa sola baxmadan, şütüyən avtomobillərin faralarının işıqları selində qaça-qaça yolu keçərkən, üzbəüz gələn minik maşını zərblə vurub onu yolun içinə yıxdı. Bədəni, qıçları əzildiyindən ayağa dura bilmədi. Ardınca huşunu itirdi. Öldüyünü zənn edən sürücü əvvəl təlaşa düşüb, sonra isə onun nəfəs aldığını görəcək sevindi. Avtomobildəki digər yoldaşlar da köməkləşib, onu maşının arxasına uzatdılar. Canından çox, vicdanının ağrısından əzab çəkən Elmar təcili yaxınlıqdakı xəstəxanaya çatdırıldı. Yaraları sarınandan sonra Elmarın özünə gəldiyini, vəziyyətinin normallaşdığını görən sürücü şadlandı. Çox şükür ay Allah, ölüm itim olmadı. Allah üzümüzə baxdı. Sürücünün sevinci Elmarı hövsələdən çıxartdı. O sağ qalmasına sevinmirdi. Arvadının və həyata gəlmədən körpəsinin qatili olan adamın yaşamağa, sevinməyə haqqı çatırdımı? Baş verənləri xatırladıqca sürücünü və həkimləri acılayırdı. Niyə qoymadınız ölüm? Ölsəydim canım dincələrdi. Heyif ölmədim. Qardaş, sən nə danışırsan? Niyə ölməlisən? Naşükürlük etmə. Sən hələ cavansan. Gələcəyin irəlidədir. Nə yaşamısan ki, yaşamaqdan da bezarlıq edirsən? Cibindəki telefondan evinizin nömrəsini öyrənib xəbər vermişik. Darıxma. Doğmaların harda olsalar gələrlər. Çox nahaq yerə. Qatili görməyə mi gələcəklər? Qatil kimdir? Ölən var ki, qatil də olsun. Sürücü təəccüb və narahatlıqla soruşdu. Qatil mənəm, mən. O özünü saxlaya bilməyib, kövrəlib ağlayırdı. Ola bilsin beyni sirkələnib, əsəbləri gərilib. Elmarın özünü qəribə aparması, həkimdə qəza zamanı xəstədə beyinlə bağlı problemin əmələ gəlməsi fikrini yaratmışdı. Səhəri gün Fərmanla Firuzə Elmarın palatasına girəndə Elmar uşaq təki anasına sarıldı. Uzun illərin həsrətlisi qədər sevincdən gözləri doldu. Ana, sən mənim sağ qalmağıma sevinirsən. Ancaq bilsən ki, mən necə iyrənc qatiləm, sevinməzdin. Mən əslində Nazənni, körpəmi yox, özümü də məhv eləmişəm. Sən nə sayıqlayırsan? Fərmanı dəhşət bürüdü. Sözünün ardını deyə bilməyib, dili topuq vurdu. Dünən gecədən eşitdikləri faciənin oğulları tərəfindən törədildiyinə inanmaq istəməyən ata-ana, keçirdikləri stresdən sanki daşlaşmışdılar. Nəfəsləri dayanmışdı. Danışmağa heyləri yox idi. Gün ərzində qonşulardan alınan ifadələr əsasında qatilin fotorobotunu düzəldən polis, həm də Nazənnin cib telefonundakı son zəngləri araşdırıb, Elmanı axşam tərəfi şübhəli şəxs qismində həbs etdi. O, ilk dirindirilmədə həmin günü hallı olduğunu, qaynatası gilə gedib həyat yoldaşını bıçaqlamasını tərəddüd eləmədən boynunu aldı. Niyə? Nə səbəbə bıçaqlamışdın? İşi təhqiq edən müstəntiqin ilk sualı belə oldu. Qısqanclıq üzündən. Qısqanclığın səbəbi nə idi? Kimə qısqanırdın? Yox, nə olursa olsun, Hivin adını çəkməyəcəkdi. Sevgilisinin ruhunu incidib, özünə bəraət qazanmayacaqdı. Razı olmazdı, onu başqalarının gözündə ləkəliyib alçatsın. Səbəb? Səbəb başımın boşluğudur. Düz sözə nə deyəsən? Müstəntiq gülümsədi. Heyif ki, sonraki ağlım faydasızdır. Təcridxanada görüşünə gələn ata-anasına bək-bək tapşırmışdı. Nə badə HIV barəsində kiməsə danışasız. Danışsaz, məni ölmüş sayın. Heç kəs bunu qəti bilməməlidir. Hadisə baş verən gecəyə qaynanası Elnarənin özünü eyvandan atıb öldürməsini, həşimin isə dəlixanaya düşməsini biləndə Elmar bütöv bir ailənin məhvində özünün, yoxsa şeytanın gözə görünməz yeni formasının, HIVin daha çox müqəssir olduğunu təyin etməkdə çətinlik çəkirdi. Allah bu qədər bədbəxtliyin günahını kimin adına yazacaqdı? Bacısı xarici köçəndən bəri yazdığı məktublarında daim ona spiddən ehtiyatlı olmağı yalvarırdı. Orada adı çəkilən xəstəliyin geniş yayıldığını, bir dəfə xəstəxanada qan verərkən səhlənkarlıq üzündən az qala ərinin yolxacağını qeyd edən Əsmər,
HIV virusunu Əzrailin elçisi adlandırırdı. Son illər məktubları azalan Əsmərin cümlələrində qəmli notlar atmışdı. Kədərinin səbəbini gizli saxlayan bacısı nədənsə ümidsizliyə qapılıb həyatın faniliyindən şikayətlənirdi. Olmaya HIV onun da xoşbəxtliyini göz altına almışdı. Baş verən faciədə HIV-i səbəb saysa da, öz günahı da az değildi. Kör-köranə qısqanclıq, görüşdən qabaq çəkdiyi, beynini körşaldan narkotik maddənin təsiri ona aman vermədi. Nazərinin sözünü aramla dinləsin. Məyər gözəllik salonunda virusa yoluxmaq olmazmı? Eşitmək, anlamaq əvəzinə, ağılsızcasına zavallını xəyanətlə suçladı. Gözü necə örtülmüşdüsə, yazığın bətnindəki körpəni də olsa xatırlayıb rəhm etmədi. İndi bütün qəzetlərin, televiziya kanallarının, informasiya saytlarının kriminal bölümlərində törətdiyi cinayətdən xəbər tutanlar, onun rəzilliyinə lənətlər oxuyurdular. Ona nə qədər cəza verilsə, azdı. O məni sevirdi, barışmaq istəyirdi. Mənsə hər şeyi məhv etdim. Səhərdən axşamadək ara vermədən fikirləşən Elmar, təcridxanaya gecələr çarpayısına uzanan kimi həyəcanlı yuxular görürdü. Gecələrin birində yenə gözünün qarşısında qan içində çapalayan uşaq gördü. Hövlnak gözlərini açıb kamerada vargəl etməyə başladı. Belə yuxular neçə vaxt idi ona rahatlıq vermirdi. İnildiyən, nalə çəkən, qan içindəki uşaq hər gün onu səsləyirdi. Onun təki qatildən imdad, nəvaziş istəyirdi. Daha dözə bilmirdi. Getdikcə uşaq səsini ayıq olanda da eşidirdi. O uşağa yaxınlaşmaq istəyəndə səs də, uşaq da qeyb olurdu. Məhbusun bəzən öz-özünə danışmağı, səbəb olmadan yalvarışlı səslə kiməsə müraciət etməyi, yuxulu, qeyri-dəqiq hərəkətləri təcridxana işçilərini heyrətləndirməklə yanaşı, onun psixikasının pozulmasına şübhələri artırırdı. Bir səhərsə Elmar balaca balışı qucaqlayıb öz aləmində nəsə deyir, yalvarır, ağlamsınırdı. Elmara yaxınlaşan növbətçi işçi onun tamaşa göstərdiyini düşünüb balışı əlindən almaq istədi. Sən giclik etməkdən bezmədin? O əlindəkini var gücü ilə qucaqlayıb qızğınlıqla işçinin üstünə çığırdı. Dəymə, nədir? Qoymazsan uşağımı oynadam? İndi sən mi əlimdən almaq istəyirsən? Qoymayacam. Get, rədd ol buradan, mane olma. Ay mənim HIV balam, div balam, şeytan balam. Uzun illərin təcrübəsini keçmiş növbətçi ləngimədən məhbusun vəziyyətinə dair rəisinə məruz etdi. Məsələnin ciddiliyini başa düşən rəis təcridxananın həkiminə ləngimədən lazımı tədbirləri görməyi əmr etdi. Az keçmədi, vəziyyəti nəzərə alan məhkəmə həkim komissiyanın yekun rəyinə əsasən müttəhimin ruhi əsəb dispanserinə müalicəyə göndərilməsini, müalicənin sonunadək istintaqın dayandırılmasını qərar aldı. Elmarın xəstəlik tarixçəsi ilə tanışlıqdan aldığı təəssürat doktor Fərəclini kabinetində çox oturmağa imkan vermədi. Dözməyib siqaret yandırıb koridora çıxdı. Xəstəxananın həyətə açılan pəncərəsindən yenidən bağça ətrafında gəzişən xəstələrə tamaşa etdi. Elmar skamyada səssiz oturub, körpəsini sinəsinə sıxaraq yatırmaqda davam edirdi. O dəliliyi etmiş. İlahinin verdiyi cəzanı çəkir. Doktor ürək ağrısı ilə düşündü. İnsanların özləri tərəfindən gizlədilən, adı çəkilməyən bəla isə insafsızcasına, adamlara fərq qoymayıb fəaliyyətini günbəgün dayanmadan genişləndirir, gözə görünmədən, nəzərə çarpmadan çirkin faciə missiyasını davam etdirirdi. Hər zaman qurbanlarının sayını artıran bu qasırğa vaxt dolandıqca dünyanı sarıyırdı. Allah təsadüfi səbəblərdən yaranan zərurətli nəticələrlə insanları növbəti ağır sınağa çəkirdi.